Evinizdə şor qalıb xarab olursa, onu atmağa tələsməyin. Gəlin birlikdə bu cür ləzzətli şorlu peçenyelər hazırlayaq. Bir qabın içərisinə 150 qram yumuşaq kərə yağı və 600 qram şor əlavə edib qarışdırırıq. Daha sonra bir ədəd yumurta ağı sarısını üzəri üçün saxlayırıq və 2 xörək qaşığı sirkə əlavə eləyirik. Hər hansı bir sirkədən istifadə edə bilərsiniz. Sonda da 600 qram un və 1 çay qaşığı qabartma tozu əlavə eləyib xəmir yoğururuq. Gördüyünüz kimi yumuşaq bir xəmir alınmalıdır. Masamıza biraz un səpib, ehtiyac olsa xəmirə də un səpib çox nazik olmadan yayırıq. Xəmirimizi peçenye formaları ilə kəsirik. Sizdə belə bir forma yoxdursa, adi stəkanla da bunu eləyə bilərsiniz. Xəmirin qalıqlarını yığıb, daha sonra yenidən yayıb peçenye edəcəyik. Bir ədəd yumurta sarısına 1 xörək qaşığı süd əlavə edib üzərinə çəkirik. Daha sonra zövqə görə küncüt də səpib 180 dərəcəli sobada 30 dəqiqəyə bişiririk. Bu cür hazırlamaq sırf mənim ideyam oldu, çünki evdə şor qalmışdı, onu atıb israfçılıq etmək istəmədim. İnanıram ki, siz də hazırlasaz dadını çox bəyənəcəksiniz. Heç şor dadı gəlmir, elə bil ki, pendilli peçenyelərdir. Videomu da like edib abunə olmağı unutmayın, hələlik.